dostlar, her vaxtınız xeyirli olsun. Bugün 29 may 2026 il. May balığı necə olur? Xalça diye xalça. Bu çərçivəni qaldırıb içərisinə baxmamışam dostlar. Allah, bu balı süzmək vallah günahdır. Bunu belə dilim kəsib yemək ən gözəl ləzzət aparmaqdır. Deməli, aşağı mərtəbələrinə güləm depolayıblar. Karnika sklinar. Bu da Karnika'nın mührü. Baxaq. Görək bunun arxasında nə gizlənir? Ay maşallah. Təəssüf ki, bu çərçivəni çıxartmaq olmaz. Mən heç zaman sürfəli çərçivələrin balını süzməmişəm. Yəni sürfələr ola oradan bal süzmürəm. İstər may balı olsun, istər yay balı olsun. Tam üstü sürfəsiz olan çərçivələrdəki balı mən süzürəm və yaxud götürüb saxlayıram. Neynək? İnşallah gözləyərik. Heç bir qorxusu yoxdur. Bir 10-15 gündən sonra inşallah bal kəsimi edə bilərik. Vəssalam. Burada nə var ki? 10 gün tez, 10 gün gec. Canım ay Karnika. Bizə etibar edən müştərilərə demək istəyirəm ki, bu cür ballarımız var. Müəyyən qədər biz çıxara bilərik ara ailələrimizdən. Amma əsas bal süzümümüz iyun ayının əvvəli və yaxud ortaları inşallah olacaq. Kimə bu möhtəşəm ballardan lazımdırsa dostlar, əlaqə saxlaya bilərsiniz.